Mən ötən dəfə Azərbaycan prezidenti Amerikada mı olanda bir status yazmışdım. İlham Əliyev Amerikada olanda, Trumpla görüşəndə və mən bunları Azərbaycanın xarici siyasətdəki uğuru kimi qiymətləndirmişdim. Böyük çox olduqca böyük oldu. Fantastik uğur kimi qiymətləndirmişdim. Amma demişdim ki, bu uğurları Azərbaycan xalqına, məsələn, evsiz, işsiz, gücsüz gəncliyə, nə bilim, pensiyası 200 manat olan kişilərə, nənələrə, nə bilim, bu cəmaata bu uğurdan danışmaq olmur. Əhalinin rifahı çox aşağıdır. Çox aşağıdır. İnsanların maddi vəziyyəti çox aşağıdır. Düzdür, Azərbaycanda həriyə bir yalanla başını dolandırmaq üçün imkan yaradıblar. Gedin bir-birinizin əti ilə, qanı ilə, ili ilə, canından bir-birinizə soxa-soxa yaşayın. Amma belə olmur. Kütlə kibrit çöpü kimidir. Onu ciddiyə almaq gülməlidir. Qeyri-ciddi yanaşmaq da təhlükəlidir. Bu Marksın sözüdür. Belə baxırsan ki, kibrit çöpü da nədir ki? Amma təhlükəlidir, hər şey ondan başlayır. İnsanları bu qədər aqressivləşdirmək, insanları bu qədər boğmaq, sıxmaq, vətəndaş cəmiyyətinə, azad mediaya, siyasi fəaliyyətlə məşğul olan adamlara bu qədər aqressiv münasibətə ehtiyac yoxdur. Cəmiyyəti bu qədər sıxmaq, bu qədər boğmağa ehtiyac yoxdur. Yəni bunu həmişə yazmışam, demişəm. Məsələn, sən elə bir vəziyyət yaradırsan, ölkədə elə bir vəziyyət yaranır ki, bəzən sən torpaqlarının işğaldan azad olmasına, ərazi bütövlüyünün bərpa olmasına süyünə bilmirsən ki, deyəcəklər ki, yaltaqlanır. Bax, bu dediyim müxalifətin mövqeyi olur da. Yəni yaxşıya heç görmək demək istəmirəm ki, bu yaxşıdır da, burada uğurumuz var. Mən o insanı, mən o müxalifətin və onların, yəni heç vaxt ümumiyyətlə heç kimdən hesablaşmamışam. Nə hakimiyyət, nə müxalifət, mən özümlə heç hesablaşan adam deyiləm. Mən sadəcə bu insanların cəmiyyətin içində olan bir adam kimi və cəmiyyətin içindən dəqiq informasiyalarla gəlib bu studiyaya çıxan adam kimi danışıram. Yəni bu insanları, nə bilim, bax, Azərbaycanda bugün bu hakimiyyəti müdafiə edən bir dənə də ictimai rəy lideri yoxdur. Təsəvvür edirsən, bu nə deməkdir? Müdafiə edən bir dənə ictimai rəy lideri yoxdur. Bunu üzərində düşünmək lazımdır. Bu problemlərin üzərində düşünmək lazımdır. Ki, niyə? Nəyə görə? Bəlkə sizin bizim sevgimizə ehtiyacınız yoxdur, qorxumuza ehtiyacınız var. Bəlkə hakimiyyət sevgi ilə yox, qorxu ilə idarə olunur. Ona görə belədir. Yəni bu məsələlər çox ciddi, Azərbaycanın çox ciddi problemləri kimi görürəm və mən Azərbaycanın, mən həmişə demişəm, mənim Azərbaycanla bağlı arzularım, Azərbaycan gələcəyi ilə bağlı arzularım, sağlam düşüncəli, azad və müstəqil düşüncəli bir yazıçının arzularıdır. Məsələn, mən Azərbaycanı necə, bir dəfə kim idi məndən soruşdu ki, Azərbaycanı necə təsəvvür edirsən? Dedim ki, İlham Əliyevlə Tofiq Yaqublunun nəvələrinin təhlükəsiz şəkildə bir parkda oynaya biləcəyi bir Azərbaycan arzulayıram. Azərbaycanı belə görmək istəyirəm. Bundan gözəl arzu var.